Herkese salam. Bugün iki qat arqument düsturları və yarım arqument düsturlarını izah edəcəm. Əvvəlcə başlayaq iki qat arqument düsturlarından. Gəlin düsturları qeyd edək. İlk olaraq sinus 2 alfanı yazıram. Sinus 2 alfanın açılışı 2 sinus alfa vuraq kosinus alfa şəklindədir. Və bu düsturdan biz əlavələr də çıxarda bilərik, yəni əlavə düsturlar. Məsələn, bunu sinus alfa üçün yazası olsaq, fikir verin, arqument 2 dəfə azaldı. Onda uyğun olaraq sağ tərəfdə də yenə arqumentlər 2 dəfə azalmalıdır. Bu şəkildə olur. Sinus alfa bölə 2, kosinus alfa bölə 2. Və yaxud da biz bu birinci əsas düsturun hər tərəfini kvadrata da yüksəldə bilərdik. O zaman alardıq sinus kvadratı 2 alfa bərabərdir 4 sinus kvadratı alfa, kosinus kvadratı alfa. Daha sonra bundan başqa bir şəkildə, məsələn, sinus 2 alfa yox, sinus 4 alfa üçün də yaza bilərik. Yenə eyni şəkildə arqumentlər 2 dəfə burada azalır. 4 alfatısı olur sinus 2 alfa, kosinus alfa. Yəni burada sizin əzbərləməli olduğunuz əsas təməl düstur budur, birinci. Digərləri isə ondan çıxarılan nəticələrdir. Ondan alınanlardır ki, hansı ki biz müxtəlif tipli tapşırıqlara tətbiq edə bilərik. Daha sonra gəlin kosinus 2 alfanın düsturlarına baxaq. Kosinus 2 alfanın açılışı kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa şəklindədir. İndi gəlin biz bunu isbat edək ki, niyə bu formadadır? Çünki nəyinsə isbatını biləndə o bizim heç vaxt yadımızdan çıxmır. Yazaq isbatı. Kosinus 2 alfanı bu şəkildə yaza bilərik biz. Alfa üstəgələk alfa. Ki toplananda bizə 2 alfa versin. Bunu da kosinusun alfa plus beta düsturuna nəzərən açsaq. Kosinus alfa vuraq kosinus alfa çıxaq. Sinus alfa vuraq sinus alfa şəklində yaza bilər. Yəni burada betaların da yerinə alfa yazdıq elə bil. Söhbət burada qeyd edim, bu düsturdan gedirdi. Bunu tətbiq etmişəm. Çıxaq sin alfa, sin beta. Sadəcə olaraq betanın yerinə də burada alfa dayanırdı. İndi fikir verin, burada kosinus alfanı kosinus alfaya vursanız, kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa şəklində yazmaq olar. Gördüyünüz kimi ilk yazdığımız düstur alınır. Bu da bunun isbatı. Ondan sonra gəlin bundan alınan nəticələrə baxaq. Biz burada kosinus kvadrat alfanın yerinə əsas trigonometrik eynilikdən istifadə edərək, hansı ki gəlin yadımıza salaq, əsas trigonometrik eyniliyi. İstifadə edərək buradan mən kosinus kvadratı alfanı tapsam nə verər mənə? 1 çıxaq sinus kvadrat alfa. Düzdür? Gətirək onda burada kosinus kvadrat alfanın yerinə 1 çıxaq sinus kvadratı alfa yazaq. Gördüyünüz kimi bunun yerinə bunu yazdım. Sonra nə var? Çıxaq sinus kvadratı alfa. Bu da mənə verəcək 1 çıxaq 2 sinus kvadratı alfa. Bu da olur ikinci düsturumuz. Yəni ilk düstur budur. Digərləri də ondan törəyən, ondan alınan düsturlardır. Daha sonra yeyə bilərdik biz burada. Yenə əsas trigonometrik eynilikdən istifadə edərək. Mən burada sinus kvadratı alfanı tapsaydım bir dəfə də. 1 çıxaq kosinus kvadrat alfa yazardım, düzdür? Gətirək o zaman sinus kvadrat alfanın yerinə onu yazaq. Çıxaq, deməli 1. Qabağında mənfi vardı, işarədə əksinə dəyişdi. Üstə gələk kosinus kvadrat alfa. Bunu da sadələşdirsək 2 kosinus kvadratı alfa minus 1. Bu şəkildə kosinus 2 alfanın düsturlarını tapmış olarıq. Belə. Sonra gəlin baxaq tangens 2 alfaya. Tangens 2 alfa 2 tangens alfa bölək 1 çıxaq tangens kvadratı alfa şəklindədir. Yəni bunların hər birinin isbatını kosinusa uyğun olaraq, kosinusda necə yazmışam, o formada yazıb isbat etmək olar. Sonra kotangens 2 alfanın düsturunda bilirsiniz ki, kotangens tangensin tərsidir də. Bunu yadınızda belə saxlayın. Bir elə bil düsturu tərsinə çevirin. 1 çıxaq
bu tangens kvadrat alfa yuxarı qalxır. Bir də kotangens deyə tangensin yerinə kotangens sözcüyünü yazın. Gördünüz, ifadə elə bil həm tərsinə çevrildi, həm də tangensləri kotangens alfalarla əvəz etdik. Bu da oldu deməli tangens 2 alfa və kotangens 2 alfanın düsturları. Ondan sonra gəlin biz baxaq yarım arqument düsturlarına. Yarım arqument. Yarım arqument düsturlarına bəzən dərəcə salma düsturları da deyirlər. Çünki onlar bir-birinə uyğundur. Başlayaq ilk olaraq sinus kvadratı alfadan. Yəni dərəcə salma kimi də düşünə bilərsiniz. Burada bu sözü də qeyd edim. Sinus kvadrat alfanın dərəcəsini salsaq 1 çıxaq kosinus 2 alfa bölək 2. Fikir verdiniz, dərəcə azaldı, arqument tərsinə 2 dəfə artdı. Buna olur artıq sinusun dərəcə salma düsturu. Sonra bunu kosinus üçün yazsaydıq, kosinus kvadrat alfa. Düstur oxşardır, sadəcə burada 1 çıxaq yox, 1 üstə gələk kosinus 2 alfa yazarıq. Yəni yadınızda saxlamaq üçün belə edə bilərsiniz. Burada da kosinusdur, burada da kosinusdur. Deməli toplama olacaq. Amma biri sinus, biri kosinus olanda çıxma yazarsınız. Asan yadda saxlamaq üçün deyirəm. Sonra gəlin yazaq tangens üçün. Tangens kvadratı alfa bərabərdir. Deməli olacaq 1 çıxaq kosinus 2 alfa. Məxrəcdə də 1 üstə gələk kosinus 2 alfa. Yenə eyni qanun uyğunluqdur. Görürsünüz, dərəcə 2 dəfə azalıb deyə arqument 2 dəfə artıb. Məsələn, ən pis halda tangensi yadınızdan çıxartsanız, tangens bilirsiniz sinus bölək kosinus deməkdir. Bunu buna bölməklə də ala bilərsiniz. Daha sonra gəlin bunu kotangens üçün də yazaq. O da eyni şeydir, sadəcə tangens kotangensin tərsidir deyə bu ifadənin tərsini yazırıq sadəcə olaraq. 1 üstə gələk kosinus 2 alfa. 1 çıxaq kosinus 2 alfa. Gördünüz, sadəcə tərsinə çevirdim bu ifadəni. Ondan sonra gəlin baxaq indi o əsas yarım arqument dediyimiz düsturlara. Deməli, sinus kvadratı alfa bölək 2. Ona görə yarım arqument deyirik ki, burada görürsünüz alfa bölək 2 şəklində yazılıbdır. Gəlin görək tam arqumenti necə gətiririk. Eyni dərəcə salmada olduğu kimi 1 çıxaq. Görürsünüz, arqument 2 dəfə artır. Üzr istəyirəm, burada kosinus alfa bölək 2 şəklində olur. Bunu kosinus üçün də yaza bilərdik. Yəni bu şəkildə olacaq. Deməli, kosinus kvadratı alfa bölək 2. Yəni dərəcəsini salırıq. 1 üstə gələk kosinus alfa bölək 2. Həmçinin bunu tangens və kotangens üçün də yaza bilərik. Eyni şəkildə alınır. Gəlin baxaq. Tangens alfa bölək 2. Sinusun kosinusa nisbətidir də. O zaman olur 1 çıxaq kosinus alfa. 1 üstə gələk kosinus alfa. Kotangens üçün yazaq. 1 üstə gələk kosinus alfa. Bu ifadənin tərsi. 1 çıxaq kosinus alfa şəklində olacaq. Ondan sonra bizim bəzi əlavə universal düsturlarımız var idi. Bunu əlavə olaraq da qeyd edə bilərsiniz. Universal düsturlar olaraq da qeyd edə bilərsiniz. Ki bunları da əzbərləmək lazımdır. Çünki bəzi misalların tətbiqində işimizə yarayır. Tangens alfa bölək 2. İlk olaraq bunu yazaq. Bizə verəcək sinus alfa bölək 1 üstə gələk kosinus alfa. Bunları mütləq şəkildə əzbərləməlisiniz. Ondan sonra bundan biri də var. Tangens alfa bölək 2. Bir dəfə də elə bil kosinus sürətdə olur. Sinus məxrəcə düşür. Amma bir dənə fərq var ki, burada çıxaq olur. Elə bil bunu da yadınızda belə saxlayın da, qarışdırmamaq üçün. Tangens bilirsiniz sinusla dostdur da. Çünki tangens sinus bölək kosinusdur axı. Ona görə sürətdə sinus olanda məxrəcdə üstə gələk olur, dostdur da, ona müsbət təsir edib. Amma kosinus yuxarı qalxanda dostu aşağı düşübdür, ona mənfi təsir edir, çıxaq olubdur. Yəni belə yadınızda saxlaya bilərsiniz bu yollarla. Bunu gəlin indi kotangens
üçündə yazaq. Kotangens alfa yazanda eyni ifadənin sadəcə tərsinə yazıram. Birinci bunu yazıram. Sinus alfa 1 minus kosinus alfa. Görürsünüz? Yəni, elə bil ki, siz tangensi öyrənəndə artıq kotangensdə xüsusi bir şey öyrənmirsiniz. O ifadənin tərsini yazmış olursunuz. 1 üstə gələk kosinus alfa. Məxrəcə də sinus alfa şəklində yazırıq. Deməli, bunlar da oldu bizim əlavə universal düsturlarımız. İndi isə gəlin bəzi topludan nümunə sualların izahına baxaq. İlk olaraq birinci suala baxaq. Görə necə işləmək lazımdır bu sualı. Yazıram kosinus 2 alfa üstə gələk sinus 2 alfa. Burada ilk ağlımıza gələn tangens alfanı açmaqdır. Tangens bilirik ki, sinus bölək kosinusdur. Açırıq. Sonra olduğu kimi yazıram hələlik buranı. Sinus 2 alfanı gəlinəcək. Deməli, 2 sinus alfa kosinus alfa şəklində. Aha, buradan da görürsünüz kosinus alfalar ixtisar oldu. Əlimizdə qalır kosinus 2 alfa üstə gələk 2 sinus kvadrat alfa. İndi mən kosinus 2 alfanı açmalıyam, düzdür? Beynimə siqnal ötürürəm ki, bunun 3 formada açılışı var idi da. Mənim misalımda sinus kvadrat alfa var deyə, mən sinusla olan açılışından istifadə edəcəm. Yəni, necə idi düstur? 1 çıxaq 2 sinus kvadratı alfa. Üstə gələk 2 sinus kvadratı alfa. Belə yazanı görürsünüz, bunlar islah olur. Sadəcə qalır 1. Misal cavabı 1. Deməli, doğru cavab olar burada C variantı. Sonra gəlin məsələn 5-ci tapşırığa baxaq. 5-ci tapşırıqda nə görürük burada? 2 bölək 1 bölək tangens pi böl 8 çıxaq tangens pi böl 8. Bunun məxrəcini heç nə yoxdur 1. Gəlin bu ifadəni, məxrəcdəki ifadəni ortaq məxrəc eləyək. O zaman bunu vurmalıyam mən tangens pi böl 8-ə. O zaman nə alırıq? Məxrəcdə tangens pi böl 8, sürətdə də 1 çıxaq tangens kvadratı pi böl 8. Bölmə zamanı da bilirsiniz ki, ikinci tərsinə çevrilir də. Bu tangens pi böl 8 qalxdı yuxarı. Oldu tangens pi böl 8, məxrəcdə də 1 çıxaq tangens kvadratı pi böl 8. Bu da bizə tangens 2 alfanın açılış düsturunu verir də. Görürsünüz 2 tangens alfa, 1 çıxaq tangens kvadrat alfa. Onda mən bunu yığanda tangens 2 alfa yazıram. Bunlar ixtisar gedir, qalır tangens pi böl 4. Pi böl 4 yəni 45 deməkdə. Tangens də 45-də bilirik ki 1 alır. Doğru cavab olur C variantı bu şəkildə. Sonra baxaq, məsələn, fərqli bir tip tapşırıqlara. Məsələn, 12-ci tapşırığı gəlin görək necə həll edərdik. Sinus 20 dərəcə B-yə bərabərdirsə, sinus kvadratı 35-i tapmalıyıq. Mən ilk olaraq burada alma gəlir ki, dərəcəsini salım. Dərəcəni salsaq, 1 çıxaq kosinus 70 bölək 2 yazarıq. Daha sonra çevirmə etsək, yəni bunu 90-dan çıxsaq, ad dəyişər, sinusa çevrilər, sinus 20. Sinus 20 də B-dir də, gətirək yerinə qoyaq. 1 çıxaq B bölək 2. Yəni cavabımız olar B variantı. Daha sonra gəlin görək, başqa nə tip tapşırıqlar görürük burada. Bəzilərini nümunə olaraq göstərirəm sizə. 16-cı suala baxırıq. 3 kosinus 40 dərəcə. 2 kotangens 25 kosinus kvadratı 65 dərəcə görürük biz burada. Burada deməli nə edə bilərik? Fikirləşirik ki, kosinusun dərəcəsini salsaq. Amma dərəcəni də salsaq ifadə mürəkkəbləşəcək, bizə o qədər də sərf etmir. Ondansa fikirləşəm, bu kotangensi açsaq, məncə daha yaxşı alınır. Kosinusu da 90-dan çıxıb gəlin çevirməklə sinusa çevirək. İndi görəcəksiniz niyə. Kotangensi açıram, deməli olur kosinus 25 bölək sinus 25.
Bu kosinusu da dedik 90-dan çıxırıq, onda ad dəyişir. Sinus 90-dan 65 çıxanda qalır elə 25. İndi fikir verin, bu ifadə bizə sinus 2 alfanın açılışını verərmi? Yəni olar sinus 50. Burada da sinus 25. 3 kosinus 40. Bölmə zamanında işarə vurma olur. İkinci tərsinə çevriləcək. Yəni sinus 25 qalxdı yuxarı. Sinus 50 aşağı düşdü. İndi 90-dan çıxıb bu kosinusu sinusa çevirsək, ixtisar getsin deyə. Ad dəyişir olur. Deməli 3 sinus 50. Bu da görürsünüz sinus 50 ilə ixtisar olur. Əlimizdə qalır 3 sinus 25 dərəcə. Bu şəkildə sadələşdirə bilərik. Bağışlayın, burada bir kiçik səhv eləmişəm. Fikir verin, burada kosinusun kvadratı idi axı. Kosinusun kvadratı isə çevirən bu sinusun kvadratı şəklində olmalı idi. Elə bil bu sinus 25-in 1 ilə gedir bu. 1 ilə düstur verir. Yəni mənim misalımda sinus 25 qalmamalı idi. İxtisar getmişdi. Mən orada kvadratı yazmadığım üçün onu itirmişəm. Bunlar getsə sadəcə əlimdə qalacaq 3. Yəni cavab E variantı olar. Sonra baxaq, 19 maraqlı sual oxşuyur. Görə necə yazardıq bunu? Mənə deyir, deməli, kosinus alfa bərabərdir sinus alfa üstə gələk 1 bölək kök 3-ə. Məndən də soruşur nəyi? Sinus 2 alfanı. Düzdür? Fikirləşirəm mən sinusdan kosinusu bir tərəfə keçirsəm. Belə bir ifadə alaram. Sonra bunun hər tərəfini kvadrata yüksəldəcəm. Ona görə yüksəldirik ki, burada hasilin 2 misli alınır. O da bizə sinus 2 alfanı verir də sualda soruşulanı. Ümumiyyətlə, bu tip suallarda birinci həmişə hər tərəfi kvadrata yüksəltməlisiniz. Deməli olur, birincinin kvadratı kosinus kvadratı alfa. Çıxaq hasilin 2 misli. Üstə gələk ikincinin kvadratı sinus kvadratı alfa. 1 bölək kökün kvadratı da 3'də 1. İndi buna baxın. Bu sinus kvadratı üstə gələk kosinus kvadratı əsas trigonometrik eyniliyə əsasən bizə 1 verəcək. Çıxaq. Bu da sinus 2 alfanın açılışıdır. Bərabərdir 3'də 1'ə. Buradan da mən 3'də 1'i keçirsəm bu 1'in yanına. Sinus 2 alfanı da keçirsək sağa. Sinus 2 alfa bərabər olar nəyə? 3'də 2'yə. Deməli, doğru cavabımız D variantı olar 3'də 2. Sonra gəlin görək başqa hansı suallara baxa bilərik biz burada. Məsələn 29'u həll edək. 29'da deyir 2'də 1 sinus 10x. Buraq tangens 5x üstə gələk kotangens 5x. Gəlin görək burada nə edə bilərik. İlk ağlıma gələn bu tangenslə kotangensi açmaqdır. Bir də gəlin sinus 10x açaq. Çünki bunların argumenti 5x-dir. Açaq ki, argument 2 dəfə azalsın. Yazıram 2 sinus 5x kosinus 5x. Burada da deməli mötərizənin içində olur sinus 5x bölək kosinus 5x. Üstə gələk kosinus 5x bölək sinus 5x. Hər birini uyğun olaraq açdım. Ondan sonra burada bu ikilər ixtisar gedir. Qalır sinus 5x vuraq kosinus 5x. Bunları da ortaq məxrəcə gətirək birbaşa. Kosinus 5x vuraq sinus 5x. Sürəti bax buranı sinus 5x-ə vururam. Elə bil buranı da kosinus 5x-ə vururum. Bu zaman alıram sinus kvadratı 5x. Üstə gələk kosinus kvadratı 5x. Buna baxın, indi bunlar getdi. Sürət də əsas trigonometrik eynilikdir də. Sin kvadrat alfa üstə gələk kosinus kvadrat alfa. O da mənə 1 verəcək. Təbii ki, cavabım olar A variantı 1. Yəni gördüyünüz kimi qıraqdan əslində çətin görünən, gözümüzü qorxudan tapşırıqlar əslində bir o qədər də çətin deyil. Sadəcə olaraq biraz diqqətli olub tapşırıqları həll etmək lazımdır. O zaman inanın ki, həll edə bilirsiniz.
Bir də əlbəttə ki, düsturları öyrənmək lazımdır ilk növbədə. 33-ə baxaq görək 33 nədir? Biraz fərqli tapşırıq oxşuyur. Alfa bərabərdir 24-də 7 pi. Bizdən deməli soruşur kosinus 4-cü dərəcədən alfa çıxaq sinus 4-cü dərəcədən alfa üstə gələk sinus 2 alfa. Şagird baxır buna, deyir mən kosinus 4-cü dərəcədən deyə bir düstur öyrənməmişəm. İndi bunu necə yazım? Öyrənməmişiksə deməli onu öyrəndiklərimizə çevirməliyik, düzdür? 4-cü dərəcəni biz həmişə adətdə öyrəşmişik ki, kvadratını kvadratı kimi göstərək. Yəni kosinus kvadrat alfanın kvadratı. Bunu da sinus kvadrat alfanın kvadratı. Sinus 2 alfanı da olduğu kimi saxlayaq hələlik, görək nəsə lazım olsa çevirərik. Bunu da indi mən müxtəsər vurma düsturu a kvadrat minus b kvadratla açsam, onlar kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa, bir dəfə də kosinus kvadratı alfa üstə gələk sinus kvadratı alfa. Üstə gələk sinus 2 alfa. Bu ifadə mənə kosinus 2 alfanın düsturunu verəcək. Burası da 1 verir. Əsas trigonometrik eynilikdə. Üstə gələk sinus 2 alfa. Yazırıq bu şəkildə. İndi qayıdaq əvvələ. Əvvəldə bizə alfanın qiymətini vermişdi. 7 pi bölək 24. 2-yə vuranda olur kosinus 7 pi bölək 12. Üstə gələk sinus 7 pi bölək 12. Düzdür? İndi gəlin baxaq görək bunu necə sadələşdirərik. Mən bura tutaq ki, köməkçi arqument düsturunu tətbiq etsəm, yəni çünki ora misalda kosinus alfa üstə gələk sinus alfa var da. Belə yazarıq. Kök 2 vuraq sinus narın cəmi 7 pi bölək 12 ilə 7 bölək 12-nin cəmi. O da toplayanda deməli eləyəcək 7 pi bölək 6. Düzdür? Buradan da kök 2 vuraq. Sinus pi bölü 6 30 deməkdir də bilirsiniz. 30-u da 7-yə vursaq eləyir sinus 210. Bu belə. 30 deməli 7-yə vurduq 210 aldıq. Ondan sonra burada sinus 210-u 270-dən çıxsaq çevirmə eləsək. 270-dən çıxanda işarəsi mənfidir. 3-cü rübdə 210-a görə qabağına mənfi düşər. Ondan sonra adı da dəyişər olar kosinus 60 dərəcə. Kosinus da 60-da alır 2-də 1. Buranda alırıq mənfi kök 2 böl 2. Deməli burada indi baxıram mən kiçik bir səhvlik eləmişəm. Belə ki burada köməkçi arqument düsturunda çaşıb 7 pi böl 12 gəlmişəm elə üstünə. Köməkçi arqument düsturunda bax düstur belə idi. Bir dənə burada qeyd edim. Sinus alfa üstə gələk kosinus alfa bərabər idi. Kök 2 vuraq. Sinus alfa üstə gələk pi böl 4 şəklində idi. Mən burada yəni alfanın üstünə 7 pi böl 12-nin üstünə pi böl 4 gəlməli idim. Yəni indi onu toplayaq. Ortaq məxrəcə gətirsəm 12-də deməli 10 pi. İxtisar da etsək lap bunu 5 pi bölək 6 alarıq. Yəni sinus 5 pi bölək 6. Bu da mənə verəcək nə? Pi bölü 6 30-dur. 5-ə vursam 150. Sinus 150. 180-dən çıxırıq. İşarə dəyişmir. Müsbətli ikinci rübdə. Ad da dəyişmir. Sinus 30 qalır. Sinus da 30-da alır 2-də 1. Yəni cavabım kök 2 böl 2 olar. C variantında verilib doğru cavab. Belə. Yəni bu düsturu mütləq şəkildə qeyd edin. Bunu əzbərləyin. Misalların həllində bizə lazım olur. Sonra gəlin baxaq görək. Burada başqa necə tapşırıqlar var. Məsələn 39-u işləyək. 39-da görürük ki, K parametrinin hansı qiymətində deyir bu bərabərlik eynilikdir. Yəni o zaman sadələşdirin. Ümumiyyətlə eynilik tapşırıqlarını sadələşdirməklə həll etmək olur.
sinus 4-cü dərəcədən 3x çıxaq kosinus 4-cü dərəcədən 3x bərabərdir sinus k x-ə. İndi burada nə edə bilərik? İlk olaraq, bax, burada 4-cü dərəcə var, bayaqki misalda olduğu kimi. Bunu açsam, mən kvadratın kvadratı kimi göstərsəm, onda a minus və a plus b-ni tətbiq edək də birbaşa sinus kvadratı 3x çıxaq kosinus kvadratı 3x. Bir dəfə də bunların cəmi. Bərabər nəyə? Sinus k x-ə. Daha sonra, burada bu sinus kvadratı çıxaq kosinus kvadratı mənə elə bil kosinus 2 alfanın düsturudur, amma əksinə verib də. Çünki düstur kosinus çıxaq sinus şəklində idi axı. Onda qabağa bir mənfi düşər. Olar kosinus 6x. Burada əsas trigonometrik eynilikdir də, 1 verəcək bizə. Aha. Sonra nəyə baxaq? Burada deməli, bu bizə sinus 2 alfanın düsturunu verirmi? Yığılır olur mənfi sinus 12x bərabərdir sinus kx. Deməli, burada k-nın yerində mənfi 12 dayanmalıymış da. Niyə müsbət 12 demədim? Mənfi 12 dayanmalıdır. Çünki qarşısında mənfi var. Sinusda tək funksiya olduğu üçün mənfini qarşıya ötürüb də, gəlib qarşıda yazılıbdır. Ona görə k olacaq mənfi 12. Mənfi. Sonra gəlin 50-yə baxaq. Üçbucağa aid bir trigonometrik sualdır. Burada biz nə görürük? Deməli, yazıbdır ki, mənə sinus 2 beta vuraq kotangens alfa. Sinus 2 betanı açsam, 2 sinus beta vuraq kosinus beta yazaram. Kotangens alfanı da açsam, kosinus alfa bölək. Heç bunu açmağa ehtiyac yoxdur, onsuz ixtisar getmir. Elə gəlin olduğu kimi saxlayaq. Kotangens alfa. İndi mən burada üçbucaqdan istifadə edib sinus betanı, kosinus betanı və kotangens alfanı tapıb yerinə yazacağım. Biz bilirik ki, sinus, əvvəlcə sinus betaya baxaq. Sinus nə idi? Qarşıdakı katetin hipotenuza nisbəti, yəni b bölək c. Kosinus beta da bitişik katetin hipotenuza nisbəti idi. Kotangens də bitişik katetin qarşıdakı katete nisbəti idi. Bu şəkildə yazdıq hər birinə. Bunları baxaq, ixtisar gedən bir şey yoxdur, sadəcə vurmaq qalır bizə. Burada b bölək, bir dəqiqə kotangens alfanı səhv yazdım. Kotangens qarşıdakının bitişiyə nisbəti idi. Daha doğrusu kotangens bitişiyin qarşıdakına nisbəti idi. Mən a yazmalıyam. Onda a'lar ixtisar getdi də. Qaldı 2b-nin kvadratı bölək c-nin kvadratı. 2b kvadrat bölək c-nin kvadratı c variantında verilib. 53-ə baxaq. 53-cü tapşırıqda deməli nə görürük biz? Sinus 2 alfa məxrəcdə 1 üstə gələk kosinus 2 alfa. Bu bizə nəyin düsturunu verir? Tangens alfa bölək 2-nin düsturunu verir də, düzdür? Yəni tangensin yarım arqument düsturunu. Burada 2 alfa deyib, bunun yarısı artıq olacaq alfa. Mən elə bunun yerinə birbaşa tangens alfa yaza bilərəm. Vuraq. Sonra buna baxın. Bu bizə nəyi verir? Gəlin görək. Kosinus alfa bölək 1 çıxaq kosinus alfa. Bu bizə düstur vermir. Elə olduğu kimi gəlin yazaq onda bunu. İndi görək bunu necə istifadə edəcək. Mən burada ağlıma gəlir ki, tangensi açsam, yazaraq sinus alfa bölək kosinus alfa. Buna baxın, buradan da kosinus alfalar ixtisar olur. Əlimdə qalır sinus alfa bölək 1 çıxaq kosinus alfa. Düzdür? Bu da kotangens alfa bölək 2-nin düsturudur da, yəni kotangensin yarım arqument düsturudur. Əvvəldə qeyd etmişdik bu düsturları. Və salam, D variantı doğru cavabımız olar. Yəni düsturları bilmək ona görə faydalıdır ki, baxan kimi artıq sən fikirləşmirsən.
o dəqiqə adamın ağlına gəlir, gözünün qabağına gəlir. Ona görə ilk işiniz mütləq düsturları əzbərləmək olsun. Sonra mən baxıram burada 57-ci tapşırığa. Kosinus 4 arctangens 2-də 1. Bu ifadənin qiymətini gəlin görək necə tapa bilərik. Mən bu hissəyə bir alfa desəm, yəni arctangens 2-də 1-ə bir alfa dedim. O zaman tangens alfa da bilirəm ki 2-də 1 deməkdir də. Çünki arklar tərs trigonometrik funksiyalar mənasına gəlir daxı. Bu da olur onda kosinus 4 alfa. İndi bu burada gözdəsin. Bunu sadələşdirək. Kosinus 4 alfanı mən 2 qat arqument düsturundan açsam. Hər hansı birindən aça bilərik. Məsələn, mən açıram 2 kosinus kvadratı, onda 2 alfa çıxaq 1 olur, düzdür? Ondan sonra nə edə bilərik? Mənə lazımdır ki, kosinus 2 alfa ki, gətirim yerinə qoyum. Bunu da nədən istifadə edərək tapa bilərəm? Təbii ki, tangens alfadan. Bu burada gözdəsin. Tangens 2 alfadan istifadə edəcəm 3-bucaq metodundan. Tangens alfa 2-də 1-dir. Yəni, qarşıdakı katetin bitişiyə nisbəti budur, 1-in 2-yə. O zaman hipotenuz da olur kök 5. Kosinus 2 alfanı tapaq da gəlin onda. Kosinus 2 alfanı 2 kosinus kvadratı alfa çıxaq 1-lə tapıram. Kosinus alfa nə idi? Bitişik katetin hipotenuza nisbəti idi. Yəni 2-nin kök 5-ə nisbəti. Kvadratı çıxaq 1. Bu da olur nə? 2 vuraq. 4 bölək 5 çıxaq 1. Bu da neçə eləyir? Ortaq məxrəcə gətirsək. 5-də 3. Düzdür mü? Bəli, 5-də 3 eləyir. Gətirin indi yerinə qoyun da. 5-də 3-ün kvadratı çıxaq 1. 5-də 3-ün kvadratı 25-də 9. Yəni, ortaq məxrəcə gətirsəm, mənfi alınacaq deyəsən. 25-də 18-dən 25 çıxanda mənfi 7 qalır. Yəni, mənfi 25-də 7 doğru cavab olar E variantı. Axırlardan bir dənə baxaq 70 nömrəli tapşırığın da izahına. Hələlik bugünlük 70-ə kimi izah edəcəm bu videoda. Sinus 2 alfa bərabərdir 5-də 4 olarsa biz hesablamalıyıq. Deməli, sinus 4-cü dərəcədən alfa üstü gələk kosinus 4-cü dərəcədən alfanı. Yenə biz burada ağlımıza gəlir ki, kvadratın kvadratı kimi göstərək. Yəni, yazaq. Bir dəqiqə, sual uzaqlaşdı. 70-ə baxırdıq. Yazaq ki, gəlin. Sinus kvadratı alfanın kvadratı üstü gələk kosinus kvadratı alfanın kvadratı. Bunu da A kvadrat üstü gələk B kvadrat düsturundan açsaq biz. Fərqindən açacağım, çünki əslində cəmlə də aça bilərik. Çox fərq eləmir. Gəlin cəmlə açaq. Elə də sağlanır, elə də. Cəmlə açsaq daha yaxşı alınacaq amma. Çünki əsas trigonometrik eyniliyi alınır deyə işimiz asanlaşır. Elə bil A plus B-nin mötərizə kvadratı çıxaq 2AB olurdu düstur. Bu şəkildə. Burada yəni əsas trigonometrik eynilik deyə 1 qoyuram yerinə, 1-in kvadratı çıxaq. İndi buna baxın. Sin kvadrat vuraq kosinus kvadrat. Sinus 2 alfanın düsturu 2 sinus alfa kosinus alfa idi. Kvadratı da 4 sinus kvadrat alfa kosinus kvadrat alfa idi. Yəni burada çatışmayan bir dənə 2-dir. Onda mən özümdən bir dənə 2-yə vurub 2-yə bölə bilərəm. Ki burada 4 sin kvadratı kos kvadratı alınsın və mənə sinus kvadratı 2 alfanı versin. Bu şəkildə. Sinus 2 alfanın qiyməti 5-də 4-dür. Yerinə yazsam 5-də 4-ün kvadratı olur 25-də 16. Bu da 2 ilə ixtisar gedir 25-də 8.
Çıxanda da qalar 25-də, deməli ortaq məxrəcə gətiririk. 25-də 17. Cavab olar hansı? 25-də 17 B variantı. Belə. Bu günlük bu qədər. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Daha çox video izahların gəlməsi üçün kanalıma abunə olmağı unutmayın.